Mesela fındıqlısı var, karamellisi var, badam. Burada daha karışık, böyle diyeyim, versiyalarda olan şokoladlar var. Ballı. Osmanlı meydan çikolatası. Bunlar lokumlardır. Üstündə tünd şokoladla qaplı. İçində fıstıq da var onun. Məsələn, belə Bəli, hədiyyəlik pullardır. Məsələn, çərəzlər istədiyiniz kimi vitrindən seçib burada yığa bilərsiniz. Hazır pullar da var. Belə məsələn, hədiyyəlik кейslər də yığırıq. Hər bir Səbət qarşı. kimi. Bəli. Bunun üçün hazır məhsullardır. Amma istəsəniz kutulardır. Bunlar ən sadə kutularımızdır. Məsələn, belə istədiyiniz kimi başqa kutulardan da seçə bilərsiniz. Burada həm elə bir lokumu var, həm şokolatı var, həm belə hədiyyə üçün olan hədiyyəlik belə şokoladlardır. Dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda maraqlı bir mağaza tapmışam. Bakının şokolad mağazasıdır bura. Dostlar, hər vaxtınız xeyir olsun. Bu günləri Bakıda maraqlı bir mağaza tapmışam. Bakının şokolad mağazasıdır bura. Möhtəşəm şokolad mağazasıdır. Burada şokolad mağazasına daxil olacağım, qiymətlərlə tanış olacağım, məhsullarla sizi tanış edəcəm. Ünvan Dostlar, ünvan tam dəqiq olaraq Zərifə Əliyevə küçəsi 53 A-da yerləşir. Videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin, kanalıma abunə olun. Mağazanın adı Şəkərci Kafa Erol 1807-ci il. Ünvan tam olaraq buradadır. Ünvanı daha sonra sizə dəqiqliyi deyəcəm. Şəkərci Erol 1907-ci il. Yəni maraqlı yerdir. İçəri daxil olacağım, qiymətlərlə sizi tanış edəcəm. Maraqlı məhsullar var burada. Məsəl üçün burada şokoladlar var, maraqlı, yaxşı. Türkiyə brendidir. Türkiyə Şəkərci Kafe Erol tərəfindən istehsal olunmuşdur. 19 Mart 90 qəpiyə var belə şokoladlar. Sonra bozlu şokoladlar var. Badamlı şokoladlar var. Satıcı lap yaxşı belə, yəni ki, məhsulları lazım təqdim edəcəkdir. Mən sizə tanış edəcəm qiymətlərlə. Maraqlı olardı. Daha sonra bu cür qəşəng maraqlı şokoladlar var burada. Belə hədiyyə üçün olan hədiyyəlik belə şokoladlardır. Daha sonra bu cür belə qablı olan şokoladlar var. Belə maraqlı şokolad var. Ahşap sandıq qutuda spesial çikolata 48 dənədir. 169 manatda bir bu kutu. Bilirsiniz ki, təbii şokolad falan baxırlar, palma yağı yoxdur bunda. Yəni təbii şokoladın özüdür. Kakao yağından olan şokoladın yəni ki, özüdür. Şəkərci Erol. Şəkərci Erol məşhur yəni ki, şəkər istehsal edən bir brenddir. Mənə Instagramda bir abinə üçün demişdi, yəni buranı məsləhət görmüşdü. Yəni gəldim, həqiqətən keçdim. Çox yəni ki, maraqlı oldu. Buranı da çəkməyimiz. Məsəl üçün bunlar belə bir şeylər var da burada. Bunlar Türkiyəlidir, məsəl üçün. Bunlar bəli. Türkiyəlidir. Yəni orijinal oradan gələn məhsuldur. Brend məhsuldur bunlar. Bəli, bunlar hamısı brend məhsullardır. Məsəl üçün, bunlar nuqadır, karamellərdir. Hamısı birbaşa Türkiyədən gəlir. Sadəcə yəni, paketləyib satırıq. Bu Türkiyədə brenddir də hal-hazırda. Yəni burada da filialı, burada Bəndaq şəhəri. Bəli, bəli. Bu bir belə deyək, franchise kimi bir mağazadır. Hədiyyəlik qutular yığırıq, məsələn, belə karamelli qutularımız var. İstəsəniz hər bir qutunu özünüz də seçib yəni istəsən hədiyyəli yığdırırsan da burada istədiyin qutunu yığdırırsan. İstədiyiniz kimi belə deyək, bunlar boşdur. Arkadakı qutular. Onlardan seçib düzəldirsiniz. İstəsələr şokolad qoya bilərlər, istəsələr belə lokumlardan qoya bilərlər, yəni ki. Bəli, qarışıq da eləyirik. Qarışıq qutularımız da mövcuddur məsələn. Sizə belə də göstərə bilərəm. Bu kiçik qutudur, amma bu tipdə bir şey yığa bilirik. Bu tipdə belə, bu qabı belə bağlanır, üstünü qəşəngləşdirir. Bunlar bağlı məsələn qutulardır. Bunlar ən sadə qutularımızdandır. Məsələn, belə istədiyiniz kimi başqa qutulardan da seçə bilərsiniz. Burada həm elə bir lokumu var, həm şokoladı var, həm belə Bəli, iki cür belə deyək şokoladlardır. Trüfel şokoladları, sadə südlü şokoladlar. Şokoladlar hansı Belçika şokoladıdır. Belçika, bəli. Belçika brendi də, Belçika şokoladı məşhur. Bəli, Kalibao firması var, oradan hazırlanır. Məsələn, burada belə baklava lokumları var, bir neçə çeşiddə. İstəsəniz bunlardan da ayrıca bir qutular yığa bilərsiniz, burada görə bilirsiniz.
İzləyicilər elə bilər şokolad, yəni ki, bu adi şokolad, yəni ki, bu şokolad deyil də. Elə bil ki, o bu şokoladlar palma yağı qatır. Bundan amma ki, təbii kakao yağı qatır. Kakao yağı da çox bahalı bir şeydir də. Çox bahalı olur. Yəni ki, burada da çərəzlərdir belə qurudulmuş çərəzlərdir, mango qurusudur, ərik qurusudur, paxlavadır, bax, belə Novruz qabağı. Belə hədiyyə yığdıra bilərlər də qardaş bundan da. Aha. Sonra bunlar nədir qardaşım belə? Bunlar lokumlardır. Paxlava lokumlar var. Burada da parmaq lokumlar var ki, hansı ki cürbəcür çeşidlərdədir. Məsələn, limonlusu var, kadayıflısı var, oreosu, bunların çeşidləri çoxdur. Bunlar da parmaq lokumlardır. Türklər məsələn bunları daha çox məsləhət görür. Çünki lokumlar olan öz belə deyim. Bunlar da eyni ilə bunların şirniyyatlardır. Bəli, bunlar da qarışıq qutudur. Məsələn, bu gördüyünüz kimi bu göstərdiyim karamellərdir. Yenə şokolad, lokumlar və s. İstədiyiniz kimi yığdıra bilərsiniz. Mesela belə kutu da var. Dediyim kimi boş kutudur. İstədiyiniz kimi bəli yığdıra bilərsiniz. Sizin belə deyim, zövqünüzə uyğun yığdırılır. Bu da yəni çəkilir, çəkisinə vurulur. Bəli, çəkilir. Amma hazır məhsullarımız da var. Məsələn, belə yığdığımız da var. Bunlar yeni çərəzli kutularımızdır. Yeni kolleksiyadır belə deyim. Hədiyyəlik. Bəli, hədiyyəlik bunlar da, məsələn, çərəzlər istədiyiniz kimi vitrindən seçib burada yığa bilərsiniz. Hazır kutular da var. Belə məsələn, hədiyyəlik keyslər də yığırıq. Hər bir qarşı. Bəli, bunun içində hazır məhsullardır. Amma istərseniz məsələn belə bir şey yığıb içinə də qoya bilərsiniz. Hətta çay da var burada. Bəli, çaylarımız da çox gözəl. İstəyirsiniz bu hissədə göstərə bilərəm çayları. Üç cürdə çaylarımız var. Məsələn, belə narlı və içində hibiskus tərkibli çay var. Belə almalı və darçınlı çay var. Gözəti var bunda, ayaladı çayda. İçində sadə çay bəli, tərkibində yoxdur. Sadəcə hibiskus tərkibi. Sadə türk çayıdır. Siyah. Acılı çay, türk çayı. Türklər bunu çox sevir. Bunun dəmləmə qaydası da fərqlidir. 45 dəqiqə suyun altında qaynayır. 45 dəqiqədə qaynayır. Bu salibdir. Bu da türklərin çox sevdiyi. Bunun spesifik bir belə ətri. Süs ətri var özünə. Bu da qəhvələrdə. Kafelərdə bəli üzr istəyirəm. Damla saqqızlı və sadə tikdir. Onların da biraz fərqi odur ki, ətri əladır. Bir damla saqqızlı var, bir də isə sadə. Çox gözəl ətri var, həqiqətən də sakitləşdirdi. Bunlar da ki, belə Bəlkə o gördüyünüz kimi paxlava lokumlar da var, yığılmış. Belə qurudulmuş çiyələr var. Şokolada batırılmış və hədiyyəlik də həmçinin. Çox gözəl məhsullar, belə məhsullar var. Sonra qardaşına maraqlı da var. Maraqlıdır. Sonra bunlardakı onlar arkide şəkeridir və Türk lokumları. Bu cür məsələ görə bilərsiniz. İki fərqli qablaşdırmadadır. Lokumdur, belə qabda xüsusi. Biri bəli. İçində belə deyək, qaya konfetidir. Birində Türk lokumlarıdır, meyvəli. Belə hədiyyəlik, gözəl qablaşdırmadadır. Yəni ki, sonra burada da bu cür Priyetka şokolad deyirlər də buna yəqin ki. Priyetka şokolad kimi bir şeydir də bu. Bəli, sütlü şokoladlardır. Sonra burada bu cür nə deyirlər buna türkcə? Bunlar da belə arkide şəkeri kimi gelir. Qaya konfetidir. İçində cürbəcür çiyələk dadında danır. Çiyələk dadında. Cürbəcür rənglərdə konfetlər. Belə qopluqlar. Bunlar vaflilərdir. Bəli. Çox sevilən bizdə məhsuldur. Şokolad qaplı vaflidir. Cürbəcür paketlərdə qoya bilirik. İstəsəz belə hədiyyəlik. Onun belə tahinli versiyası da var. Tahin helvasından olan versiyası. Belə rulokatlar var, krep, içində fındıq kremi ilə. Çox gözəl qablaşdırması var. Onun belə 3 cür olanı da var. Rubi, karamel və südlü şokoladlı. Osmanlı meydan çikolatası. Bunlar lokumlardır. Üstündə tünd şokoladla qaplı. İçində fıstıq da var onun. Məsələn, belə gözəl qablaşdırması da var bunun. Belə boş qutularımız da var. İstəsəz bunun içində başqa şeylər yığa bilərsiniz. Şokolad istəyirsiniz var. Məsələn, bu məhsulumuz var ki, çox gözəl. Ən çox satılan məhsullarımızdandır. İçində lokumdur, fıstıqdır, bir də narlı qarışıq qeyd edildim. Bəli, narlı lokumdur. Üstü şokolad qaplıdır. Bu da sadəcə südlü şokolad. Hədiyyəlik. Burada tünd idi, burada südlüdür. Soyulur. Məsələn, qarışıq bunlardan istəyirsiniz. Göstərə bilərəm. Belə gördüyünüz kimi bu bizim ən gözəl qutularımızdandır. Belə kəpənəkli qutu var, belə filli, yanları şüşəli. İçində istədiyiniz kimi, istədiyiniz ölçüdə, bəli, istədiyiniz qədərdir. Yıdıra bilirik. Belə sırf məsələn şokoladlı qutu da var. Bunun qapağı da məsəl üçün
çıxara bilsəm. Tapandı. Bu cürdür məsəl üçün. Hədiyyəli. Bunun bizdə xanımlar çoğunun versiyası da var. Üstündə güzgüylə. Yığırsınız belə. Belə gözəldir. Hədiyyə Hədiyyə belə lokumlu sırf kutular da yığa bilirik. Sırf şokoladlı, sırf qarışıq necə səsəz yığıla bilirlər. Bəli. Sonra burada belə şokoladlar gördüyünüz üçün. Bunlar da çəkik. Şokoladlarımızdır. Belçika şokoladı da hamısı yenə də dediyim kimi. Məsələn, fındıqlısı var, karamellisi var, badam. Burada daha qarışıq, belə deyim, versiyalarda olan şokoladlar var. Ballı şokoladdır və trüfeldir. 4 cürdə. Fındıqlı, püstəli, sadə şokoladlar var. Var qozlu karamelli şokoladlar. Bu bizdə ən çox sevilən şokoladlardandır. Bizdə belə mendiantlar var. Belə dekorativ şokoladlar var ki, xonça falan yığanda, Olan bəzəkli. kimsə yanına gedəndə alır. Nişanda ya, toyda. Bəli, xeyir işlərdə məsələn alınır. Çox gözəl qablaşdırmalar. Bunlar onun Bunlar belə hədiyyəlik, Hədiyyəlik hazır qablaşdırmalar. Yəni istədiyiniz kimi bunları da dəyişə bilirik. Keçirib gözəl kutularda yığılır. Məsələn, bunlar sifarişdir. Gördüyünüz kimi. Bunu aça bilməyəcəm düzdür. Aldı. Sifariş bağlanır. verib də. Bəli. Və hədiyyəlik gələn sifarişlər. Burada da yenə eyni ilə səbirçi şokoladlar da var. Yenə maraqlı. Burada da ki, yenə hədiyyəlikdir. Elə bunlar hədiyyəlik də kutulardır. Bəs istəsiz belə taxta kutular da var ki, içində yığdıra bilərsiniz qarışıq olaraq. Sən belə hazır məhsullar da qoya bilirik içinə. İçinə hazır qoyub yığılır belə taxta kutudadır. Ki, belə işləməli bir kutudur. Hədiyyəlik. Bəli. Bunu bundan belə deyək, şokoladlar bitdikdən sonra bir kutu kimi İstifadə etmək olur da. hədiyyə kutu kimi belə istifadə edirik. İstifadə etmək olur. Yəni ki, əladır. Həqiqətən də. Yəni gəlişdə burada oturub həm də ki, çay da içmək olur da, yəni ki. Bəli, təbii ki. Belə yerlərimiz var. İçəridə də kafemizdə yer var. İstəsəniz İstifadə edən çay içə bilərsiniz. Əla. Bunlar da bunlar da belə, yəni ki, şəkərlər, bu şəkərlər də belə bəzəməli. Özəliyi başı şəkər. Bunlar yeni il şəkərlərdir, yəni yeni ildə istifadə olunur. Sonra belə yeni il çubuqları var, şəkərləri var. Bunlar yeni ildə istifadə olunur, yəni ki, belə maraqlı şokoladlardır. Yeni ildə istifadə olunur, bayramlarda, nişanlarda, xonçalarda istifadə olunur. Yəni, çox maraqlı. Mağazada buyurub gələ bilərsiniz. Gül şokoladlı içərisində fındıqdır, meyvə qurusu var, portağal qurusu. Yenə şokoladlı içərisində pofe dənəciyi var. Damla sakızlı içərisində fiskəşka var. Damla sakızının özü də sakız arasında yetişən xüsusi bir belə deyim şirədir. Təmiz orqanik, yəni məhsullardır bunlar hamısı. Qatqısı südlü, belçika şokoladlıdır. Onun içində partlayan şəkərləri var. İnsan yedikdə ağzında Partlayır belə. bəli patlamadır. Bunun meyvə quruludur. Meyvə qurusu ilə şokoladdır. Bunlar badamlıdır, üzü şəkərli. Bu qədər. Bunlar yəni hədiyyəlikdir. Bunlar da kakosdur. Yəni bildiyimiz kimi Belçika şokoladın ən çox bahalı şokolad, təbii, yaxşı şokolad. Həm də ki, burada şokoladın öz dadı olur. Yəni ki, şokolad yağı vurulur, palma yağı vurulmur. Ancaq şokolad yağı vurulur. Təbii, başqa əlavə qatdılar yox. Allah, mükəmməl. Burada Meyvə qurlardır, marsipanlardır, badam unundan istifadə olunur marsipanda. badam unundan hazırlanır. Meyvə püresidir, meyvə aroması olur. Karamellərdir bildiyimiz standart, amma fərqli deyil bu karamellər, yumşaqdır. Çiyələkli, moruqlu. Bəli. Belə hədiyyəlik. Portağallı var, təri yağlısı var. Çeşidləri çoxdur. Çeşidləri çoxdur. Nuvalardır, gül yarpaqlı, tropik meyvəli, fındıqlı, zərək üzümlü. Orada var Antifisqalı. Fişkalı, antifisqalı bəli. Meyvə qurlardır. Bura gəlmək istəyən, küsə nə gedir bura? Tapsınlar, rahat. Bunun zərfəliyə baxırsa. Zərfəliyə küçəsi 53-də yerləşir. Yəni ki, tanınmış yerdə hamı biləcək Bəli, bura. sahil metrosunun Sahil metrosunun yanındadır. Gözəl mağazadır. Yəni burada çay da içə bilərlər. Şimdi kafe də var. Yəni ki, oturub çay da içə bilərsən. Rahat. Gözəl yerdədir özdə. İçəridə dessertlərimiz də var, onları Hə, onları da göstərək istəyirsiniz. Rahat. Yəni gözəl vaxt keçirəcəyiniz məkandır həqiqətən də. Dessertlərimizdə havalarda Burada desertlər var. birləşəli günün pastasıdır, double pistəşkadır, süt lacıdır, tiramisudur, abrakadabra, çeşidlərimiz də çox. Yəni ki,
Çay da var, kofe de var. Ama bunlar burada hazır. Bunlar da hazırlanır. Ben istəmirəm kofe. Hı. Bunlar hər şey. Sipariş verip Bence böyle. Allah kafe de oturub, belə yer var, oturup burada. Çayınızı, kofenizi içə bilərsiniz. Bilirsiniz ki, mən ən maraqlı yerləri çəkirəm. Ən brend, ən yaxşı yerlər. Yəni burada məsləhət görürəm, gələ bilərsiniz həqiqətən. Əla yerdir. Qardaş, çox sağ ol. Sağ ol. Təşəkkür ederim. Var vaxtı var idi, var olasın. Buyurun, buyurun. Minnətlər. Böyle dostlar, daha bir videonun sonuna geldik. Mənə dəstək olmaq üçün videonu bəyənin. Böyle dostlar, mənə dəstək olmaq üçün videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin. Yəni bu reklam deyil də, yəni ki, mən burada heç bir ödəniş almıram. Sadəcə yəni ki, ən yaxşı yerlər çəkirəm, göstərirəm sizlər üçün. Burada mənim kanalım, məsələn siz nədən xəbərdar olmaq üçün başqa maraqlı yerlərdən, maraqlı məkanlardan, marketlərdən mənim kanalıma abunə olasınız, yəni bilərsiniz. Burada çalışıram ki, siz mənim kanalıma abunə olasınız, videolarımı bəyənəsiniz, şərhlərdə fikirlərinizi yazasınız. Nə əsas qazancım mənim sizin kanalıma abunə olmağınız, şərhlərdə öz fikirlərinizi yazmağınızdır. Böyle dostlar, mənə dəstək olmaq üçün videonu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanala abunə olun. Növbəti görüşlər, videolarda görüşəndə bir də şərhlərdə bank hesabım var, oradan mənə dəstək olmaq üçün, yəni ki, yeni kamera, mikrofon olmaq üçün mənə dəstək ola bilərsiniz. Dəstək ola bilərsiniz, yəni ki, telefondan çəkirəm. İndi kameradan çəkəndə daha yaxşı keyfiyyətli olur. Belə növbəti videolarda görüşənədək dostlar, hələlik.